Salam əziz abituriyentlər və müəllimlər. Keçən dəfə sizlərə fonetika bölməsindən samitləri izah etmişdim. Bugün isə ahəng, qamlı, heca, vurğu. Bu hissələri izah edəcəm. İlk öncə danışaq vurğudan. Bilirik ki, vurğu bir çox abituriyentlərin və həmçinin miqə sertifikasiyaya hazırlaşan müəllimlərin yaralı yeridir. Vurğunu tapmaq problem yaradır. Ancaq əslində vurğu o qədər də çətin deyil, çox asandır. Və həmçinin vurğu üzərində işləmək daha maraqlı olur digər bölmələrə nisbətən. Bəs vurğu nədir? Vurğunun ümumi bir tərifi yoxdur. Sadəcə vurğunu 3 yerə ayırırıq. Var heca vurğusu, məntiqi vurğu və həyəcanlı vurğu. Deməli, vurğunun 3 növü var. Heca vurğusu, məntiqi vurğu və həyəcanlı vurğu. Abituriyent proqramı həmçinin miqə sertifikasiya proqramı üçün sadəcə heca vurğusundan istifadə olunur. Bəs məntiqi və həyəcanlı vurğu nədir? Məntiqi vurğu cümlə daxilində sözlərdən birinin digərinə nisbətən qüvvətli deyilməsinə deyilir. Deməli, məntiqi vurğu nədir? Cümlə daxilində sözlərdən birinin digərinə nisbətən qüvvətli deyilməsi məntiqi vurğu adlanır. Bəs məntiqi vurğunu necə tapırıq? Adətən məntiqi vurğulu söz xəbərdən əvvəl gələn üzvün üzərində olur. Məsələn, tutaq ki, deyirsən ki, mən şəhərdə yaşayıram. Cümləni sintaktik təhlil etdikdə nə edirəm? Yaşayıram xəbər, kim, mən, mübtəda, mən harada yaşayıram? Şəhərdə yaşayıram. Deməli, şəhərdə sözü xəbərdən əvvəl gələn üzvümüzdür. Deməli, məntiqi vurğulu sözümüz də artıq olacaqdır şəhərdə söz. Bəs həyəcanlı vurğu nədir? Həyəcanlı vurğu cümlə daxilində daha yüksək hiss həyəcanla, tonla deyilən sözün üzərində olur. Və həyəcanlı vurğulu söz cümlə daxilində istənilən sözün üzərində ola bilər. Məsələn, bu cümlədə sırf mən sözünü diqqət mərkəzinə çatdırmaq istəyirsinizsə, yəni bir başqası yox, məhz mən şəhərə gedirəm. Bu zaman mən şəhərə gedirəm. Bu cür desək, mən sözü olacaqdır həyəcanlı vurğu altında olan söz. Yox, əgər şairə sözünü diqqət mərkəzinə çatdırmaq istəyirəmsə, yəni məsələn, kəndə yox, qəsəbəyə yox, məhz şəhərə gedirəm, bu zaman artıq şairə sözü həyəcanlı vurğu altında olan sözümüz olacaq. Əvvəldə də qeyd etdiyim kimi, məntiqi və həyəcanlı vurğu ilə bağlı testlərə rast gəlmirik. Bizə əsas lazımdır heca vurğusu. Bəs heca vurğusu nədir? Adından da bəlli olduğu kimi, heca vurğusu sözdə hecalardan birinin digərinə nisbətən qüvvətli deyilməsidir. Digərinə nisbətən qüvvətli deyilməsidir. Deməli, heca vurğusu nədir? Sözdə hecalardan birinin digərinə nisbətən qüvvətli deyilməsidir. Bir də heca vurğusunda var vurğulu heca anlayışı. Vurğulu heca. Bəs vurğulu heca nəyə deyirik? Vurğulu heca da üzərinə vurğu düşən hecaya deyilir. Üzərinə vurğu düşən hecaya deyilir. İndi məsələn, tutaq ki, bir dənə söz götürürəm. İnzibati. İnzibati sözündə vurğunu necə müəyyən edəcəyik? Bilirik ki, vurğu nəyin üzərində qeyd olunur? Sadəcə sahitlərin üzərində qeyd olunur və sözün yazılışı üzərində qeyd olunmalıdır. Tələffüz üzərində vurğunu qeyd etmək olmaz. Həmçinin də vurğu işarəsini samitin üzərində yox, mütləq saitin üzərində göstərməliyik. Yəni, inzibati sözündə 4 dənə saitimiz var, 4 dənə heca var. Və bu 4 hecadan biri digərinə nisbətən qüvvətli deyilir. Artıq həmin hecamız olacaqdır bizim vurğulu hecamız, yəni vurğu qəbul edən hecamız. İndi vurğunu tapmağın ən asan yolu nədir? İnzibati sözünü hecalara bölün. İnzibati. Hecalara böldük. Və bir-bir hecaları qüvvətli deməyə çalışın. Hansı həqiqətən də gündəlik nitqinizdə o sözü istifadə edən zaman necə deyirsinizsə, ona uyğundursa, deməli vurğunuzda həmin hecanın üzərində olacaq. Məsələn, in hecasını daha qüvvətli və tez deyəcəm. Yəni, vurğu qəbul edən heca digər hecalara nisbətən daha qüvvətli, yəni daha yüksəklə, həmçinin də digərlərinə nisbətən daha tez şəkildə deyirik. İndi birinci hecanı daha tez deyirəm. İnzibati. Bu cür deyirik inzibati. Xeyr, birinci hecada demirik. İkinci hecaya salıram inzibati. Bu cür deyirikmi? Demirik. İnzibati. Bu cür mü deyirik? Xeyr. Necə deyirik? İnzibati
deməli vurğumuz hara düşəcək? Sonuncu hecanın üzərinə düşəcək. Və yaxud məsələn, tutaq ki, deyirəm məqalə. Məqalə. Hecaları bu cürdür. Birinci hecanı daha qüvvətli deyirəm. Məqalə. Sanki biz deyirik, sanki məqaləni çağırmış oluruq. Deməli, birinci hecada deyil. İkiyə salıram, məqalə. Bu cürdə demirik. Necə deyirik? Məqalə. Deməli, vurğumuz haradadır? Sonuncu hecanın üzərindədir. Və yaxud məsələn, deyirəm coğrafiya. Vurğunu salıram birinci hecanın üzərində. Coğrafiya. Bu cür deyirik, demirik. Deməli, birinci hecada deyil. İkinci hecaya salıram. Coğrafiya. Coğrafiya. Həqiqətən də bu cür deyirik, düzdürmü? Coğrafiya. Ra hecası daha çox diqqət mərkəzinə çatır. Deməli, vurğumuz da olacaqdır ikinci hecanın üzərində. Daha sonra üçə salıram. Coğrafiya. Coğrafiya. Bu cür deyirik, demirik. Sona salıram. Coğrafiya. Coğrafiya. Bu cür deyirik, demirik. Deməli, vurğu həqiqətən də haradadır? İkinci hecada A-nın üzərindədir. Baxın, indi T hecası vurğu qəbul etdi. Deməli, biz bu hecaya nə deyəcəyik? Vurğulu heca deyəcəyik. Vurğu qəbul edən heca oldu bizim vurğulu hecamız. Heca vurğusu nə oldu? Sözdə hecalardan birinin digərinə nisbətən qüvvətli deyilməsi. Bu da oldu heca vurğusu. Daha sonra Azərbaycan dilində vurğu sözlər üzərində yeri sərbəstdir, yoxsa sabitdirmi? Azərbaycan dilində vurğunun yeri sabitdir. Yəni, sabit nə deməkdir? Dəyişməz deməkdir. Yəni, milli sözlərimizdə adətən vurğu son hecanın üzərində olur. Milli sözlərimizdə adətən vurğu sözün son hecasında olur. Milli sözlərimizdə adətən vurğu sözün son hecasının üzərində olur. Bu hər zaman belədirmi? Xeyr, bəzi sözlərimiz var ki, həmin sözlərdə vurğu ilk hecanın üzərindədir, ancaq milli sözlərimizdir. Həmin sözlər hansılardır? Dünən, bayaq, bildir, lakin, ancaq, yalnız, yenə, sanki. Deməli, dünən, bayaq, bildir, lakin, ancaq, yalnız, yenə, sanki. Bu sözlərimizdə vurğu ilk hecanın üzərindədir, ancaq milli sözlərimizdir. Yəni, vurğusu ilk hecada olan milli sözlər. Bu sözləri mütləq və mütləq əzbərləmək lazımdır. Deməli, qaydamız necədir? Milli sözlərdə adətən vurğu olmalıdır sözün son hecasının üzərində. Amma təbii ki, vurğusu son hecanın üzərində olan bütün sözü də gətirib milli götürmək olmaz. Çünki alınma sözlərdə də vurğusu söz sonunda olan kifayət qədər söz var. Sadəcə, milli sözlərimizdə adətən vurğu olur sözün son hecasının üzərində. İstisna olaraq da dünən, bayaq, bildir, lakin, ancaq, yalnız, yenə, sanki bu sözlərimizdə vurğu ilk hecanın üzərində olsa da bu sözlərimiz olur milli sözlər. Daha sonra Azərbaycan dilinin vurğusu keçici vurğu adlanır. Vurğu, keçici vurğu adlanır. Bu nə deməkdir? Yəni, bir sözə vurğu qəbul edən şəkilçi nə qədər artırırıqsa, vurğu sözün üzərindən həmin şəkilçilərin üzərinə keçəcək. Ta ki, biz o sözə vurğu qəbul etməyə şəkilçi artırana qədər. Məsələn, tutaq ki, götürək məsafə sözünü. Məsafə sözündə adi halda vurğumuz hara düşdü? Sonuncu hecanın üzərinə. Biz bu sözə larlər şəkilçisi artırsaq, məsafələr. Bu zaman vurğunu necə deyirik? Məsafələr. Vurğu düşür sonuncu hecanın üzərinə. Məsafələr yox, məsafələr. Sona düşür. Hal şəkilçisi artırsan, məsafələrdən. Məsafələrdən. Bu zaman vurğu hara düşəcək? Dən şəkilçisinin üzərinə düşəcək. Yəni, sözün son hecasının üzərindədir, keçdi larlər şəkilçisinin üzərinə. Başqa şəkilçi artıranda keçdi həmin şəkilçinin üzərinə. Və yaxud məsələn, tutaq ki, deyirəm, şəhər sözünü. Adi halda şəhər sözündə vurğu hardadır? Şəhər. Vurğu sonuncu hecanın üzərindədir. Şəkilçilər artırıram, şəhərlər bura düşdü. Mənsubiyyət artırıram, şəhərlərimiz imizə düşdü. Hal artırıram, şəhərlərimizdən dənə düşdü. Və şəxs sonluğu artırıram, şəhərlərimizdəndir. Artıq şəxs sonluqları vurğu qəbul etmir, ona görə artıq dil şəkilçisinin üzərinə keçməyəcək.
Yenə şəhər sözündəydi. Ləvin üzərinə keçdi, imizin üzərinə keçdi, dənin üzərinə keçdi. Amma D şəkilçisinin üzərinə keçmədi. Çünki vurğu qəbul etməyən şəkilçiyi artırdıq. Deməli, niyə görə Azərbaycan dilinin vurğusuna keçici vurğu deyirik? Çünki vurğu qəbul edən şəkilçi artırdıqca artıq sözün üzərindəki vurğu başlayacaq şəkilçilərin üzərinə keçməyə. Daha sonra adətən uzanan heca vurğu qəbul etmir. Vurğu qəbul etmir. Yəni, uzanmada saiti nitqimizdə nisbətən saxlayırıq, düzdürmü? Məsələn, tutaq ki, deyirik ailə. A-nı nitqimizdə daha çox saxlayırıq. Vurğu nədir? Vurğunu da daha tez və qüvvətli deyirik. Ona görə adətən uzanan heca vurğu qəbul etmir. Məsələn, tutaq ki, məsafə sözünün elə özündə məsafə. Biz bu sözü tələffüz etsək, məsafə. Bu şəkildə tələffüz olunacaq. A saiti uzandı, ona görə vurğu qəbul etmir, vurğu da düşür özündən sonraki hecanın üzərinə. Ancaq qeyd olaraq bəzi sözlərimiz var ki, həmin sözlərdə əzbərləyirik, həmin sözlərdə uzanma və vurğu eyni hecaya düşür. Uzanma və vurğu eyni hecaya düşür. Bəs bu sözlərimiz hansılardır? Bəli, bəzi, bəzən, daim, daima, yəni, sonra, daxilə. Bu sözlərdə vurğu ilə uzanma eyni hecanın üzərində düşür. Məsələn, tutaq ki, götürək bəzi sözünü. Biz bunu tələffüz etdikdə bəzi. Bu şəkildə tələffüz edirik. Amma həmçində diqqət mərkəzinə çatan hecamız hansıdır? Bəzi. Diqqət mərkəzinə çatan hecamız da bə hecasıdır. Ona görə bə hecasını həm qüvvətli deyirik, həmçinin də ə saitini nitqimizdə nisbətən saxlayırıq və vurğu ilə uzanma eyni hecanın üzərində düşmüş olur. Deməli, qaydamız necə oldu? Uzanan heca adətən vurğu qəbul etməz. Ancaq istisna olaraq bəli, bəzi, bəzən, daim, daima, yəni, sonra, daxilən bu sözlərdə vurğu və uzanma eyni hecanın üzərinə düşür. Daha sonra bir də vurğu ilə bağlı xitab məsələsi. Bilirik ki, bir sözdə adi halda vurğu neçənci hecanın üzərinə düşürsə, həmin söz xitab kimi işlənəndə vurğu bir vahid əvvəlki hecanın üzərinə düşür. Məsələn, tutaq ki, götürək aytən sözünü. Aytən sözündə adi halda necə deyirik? Aytən. Vurğu düşür sonuncu hecanın üzərinə. Biz bu sözü xitab kimi işlənəndə vurğu düşür bir vahid əvvəlki hecanın üzərinə. Baxın, diqqətli olmaq lazımdır. Lap əvvəlki hecanın üzərində yox, birinci hecanın üzərində yox. Bir vahid özündən əvvəlki hecanın üzərinə düşür. Məsələn, bu 2 hecalı sözdür. Bundan bir vahid əvvəl eli sözün birinci hecasıdır. Amma məsələn, 3 hecalı sözdürsə, sonuncu hecasındadırsa vurğu, düşəcəkdir ikinci hecasına. 4 hecalı bir sözdürsə, dördüncü hecadadırsa vurğu, düşəcəkdir üçüncü hecanın üzərinə. Yəni, bir vahid əvvəlki hecanın üzərinə düşür. İndi biz bu sözü xitab kimi işlədirik. Məsələn, deyirəm, aytən, səni çağırırlar. Bu zaman necə deyirik? Aytən, səni çağırırlar. Aytən, səni çağırırlar, yox. Aytən, səni çağırırlar. Bu şəkildə deyirik. Deməli, vurğu düşdü bir vahid əvvəlki hecanın üzərinə. Hər zaman bu cürdümü? Xeyr. Diqqətli olmaq lazımdır. Əgər xitab ay, ey və a nidaları ilə işlənərsə, bu zaman vurğu sözdə adi halda neçənci hecanın üzərindədirsə, elə həmin hecanın üzərində də qalır. Yəni, bu cümləni bir də yazıram nida ilə. Ay, aytən, səni çağırırlar. Necə deyirik? Baxın, ay, aytən yox. Ay, aytən, səni çağırırlar. Deməli, vurğu hara düşdü? Sözün sonuncu hecasının üzərindəydi, elə həmin hecada üzərində qaldı. Deməli, xitablarda vurğunun işlənməsinə də diqqət yetirsiniz. Adi halda xitab kimi işlənibdirsə, bir vahid əvvələ keçəcək. Ancaq diqqət yetirsiniz, bu xitab ay, ey, a çağırış nidaları ilə işlənərsə, bu zaman adi halda neçənci hecanın üzərindəydirsə, həmin hecanın üzərində də qalır. Bu olur bizim vurğu ilə bağlı nəzəri hissəmiz. İndi bəzən olur ki, ümumiyyətlə heç cürə vurğunu tapa bilmirik sözdə. Bəs bu zaman nə eləməliyik? Vurğu qəbul etməyən şəkilçiləri əzbərləmək lazımdır ki, artıq vurğunu tapa bilmədikdə mütləq o şəkilçilərdən istifadə edərək tapa biləsiniz. Və yaxud da müəyyən
xüsusiyyətlər var ki, biz onlarda testlərdə rast gəlirik və deyirik ki, bu cür olduqda necə götürmək lazımdır. Məsələn, tutaq ki, bir sözün sonu iya ilə, ika ilə düşürsə, həmin hissə vurğu qəbul etmir. Bunu bilsək, daha asanlıqla hecanı qüvvətli demədən belə vurğunu taparıq. Məsələn, tutaq ki, deyirəm coğrafiya sözünü. Bayaq yazmışdıq. Coğrafiya sözünün sonu nə ilə bitir? İya ilə bitir, düzdürmü? Deməli, artıq iya hissəsi vurğu qəbul etmir. Vurğu düşür özündən bir vahid, əvvəlki hecanın üzərinə. Bunları bilmək müəyyən dərəcədə sizə köməklik edir. Məsələn, qeyd olaraq pnevmoniya sözü var ki, pnevmoniyada iya hissəsindəki i pnevmoniya. Orada i vurğu qəbul edir. Amma geridə qalan iya, ika ilə bitən sözlər gördükdə vurğunu salın ondan əvvəlki hecanın üzərinə. Və yaxud sözün sonu atla, ətlə bitirsə, adətən həmin heca vurğu qəbul edir. Məsələn, tutaq ki, təşkilat deyirik, sözün sonu atla bitir, vurğu qəbul edir. Gedişat deyirik, sözün sonu atla bitir, vurğu qəbul edir. Hər zaman mı bu cürdür? Xeyr. Amma yəni bir 10 dənə söz götürsək, onun 7-8-ində bu olacaq. Daha sonra bir də testlərdə vurğu ilə bağlı adətən 3 variantı siz qayda ilə çıxa bilirsiniz. Ki, bu sözdə məsələn vurğu qəbul etməyən şəkilçi var, vurğusu bura düşür. Bu sözdə vurğu qəbul edən şəkilçi var, vurğusu bura düşür. Adətən 3 variantınızı çıxırsınız. Amma geridə qalan 2 variantı artıq siz sözü hecalara bölməlisiniz. Hecalara bölüb, hecanı qüvvətli deyib vurğunu tapmalısınız. Təbii ki, bəzən ola bilər ki, bütün variantlarda qayda ilə çıxa bilərsiniz. İndi vurğu qəbul etməyən şəkilçilər. Vurğu qəbul etməyən şəkilçilər. Hansılardır? Soyad düzəldən ov, yev, ova, yeva şəkilçilər. Və bir də bunu qeyd edib ki, vurğu qəbul etməyən şəkilçilərdə şəkilçiniz vurğu qəbul etmirsə, adətən vurğu düşür elə özündən əvvəlki hecanın üzərinə. Deməli, şəkilçiniz vurğu qəbul etmirsə, vurğu düşür adətən özündən əvvəlki hecanın üzərinə. Yəni, çox zaman bu cürdür. Ov, yev, ova, məsələn, tutaq ki, deyirik Həsənov. O vurğu qəbul etmir, necə deyirik? Həsənov. Vurğu düşür özündən əvvəlki hecanın üzərinə. Daha sonra isimlərdə şəxs sonluqları, yəni aməm, san, sən, ıqıç-uqıç, dır-dir-durdur, sınız, siniz, sunuz, sünüz, şəxs sonluqları vurğu qəbul etmir. Məsələn, deyirəm ki, sən uşaqsan. San, sən şəxs sonluğudur, vurğu qəbul etmir, özündən əvvələ. Uşaqsan, şaq hecasının üzərinə düşəcək. Daha sonra isim düzəldən cil şəkilçisi vurğu qəbul etmir. Məsələn, tutaq ki, deyirəm əmimcil. Cil vurğu qəbul etməyəcək, özündən əvvələ. Necə deyirik? Əmimcil. İkinci hecanın üzərinə düşdü. Daha sonra zərf düzəldən cacə, casına, cəsinə, la, lə və ən vurğu qəbul etmir. Cacə şəkilçisi məsələn, tutaq ki, deyirəm rusca. Cacə vurğu qəbul etməyəcək, necə deyirik? Rusca. Birinci hecanın üzərinə düşür. Və yaxud məsələn, tutaq ki, deyirəm cəsarətlə. Lalə vurğu qəbul etmir, cəsarətlə. Vurğu düşəcək özündən əvvəlki hecanın üzərinə. Məsələn, tutaq ki, ənlə, daxilən deyirəm. Və bir də məsələn, ruhən deyirəm. Burada diqqətli olaq, daxilən sözünü öncə də qeyd etdik ki, vurğusu və uzanması eyni hecanın üzərinə düşən bir sözdür. İndi daxilən sözündə ən vurğu qəbul etmir. Bəs vurğu hara düşəcək? Özündən bir vahid əvvələ daxilən. Xeyr, bu cür demirik. Burada necə deyirik? Daxilən. Vurğu düşür elə birinci hecanın üzərinə. Daha sonra ruhən sözündə amma özündən əvvəl zaten bir dənə heca var, ona görə vurğu hara düşəcək? Elə özündən əvvəlki hecanın üzərinə. Yəni, ən şəkilsində məsələn, özündən əvvəlki hecanın yox, daha əvvəlki hecanın üzərinə düşdü. Amma çoxunda görürük ki, elə düşür özündən əvvəlki hecanın üzərinə. Daha sonra, inkar şəkilçisi mamə. İnkar şəkilçisi. Söz düzəltici şəkilçisi kimi yox. Amma inkar şəkilçisi kimi vurğu qəbul etmir. Məsələn, tutaq ki, deyirəm, gəlbə. Mamə inkardır, vurğu düşəcək özündən əvvəlki hecanın üzərinə. Daha sonra feili bağlama şəkilçisi madam, mədən. Məsələn, tutaq ki, deyirəm oxumadan. Madam, mədən vurğu qəbul etməyəcək, necə deyirik? Oxumadan. Vurğu düşür ikinci hecanın üzərinə. Daha sonra deyirəm mumi, mumü, sual ədadır. Məsələn, gəlirmi? Mumi, mumi vurğu qəbul etmir, özündən əvvələ gəlirmi? İkinci hecanın üzərinə düşdü. Daha sonra şəkilçiləşmiş qoşmalar dərc, tək,
can, cən, ca, cə və ilə qoşmasının şəkilçiləşmiş forması lalə. Bunlar da vurğu qəbul etməz. Məsələn, tutaq ki, deyirəm şəhərədək. Dək vurğu qəbul etmir. Necə deyirik? Şəhərədək. İkinci hecanın üzərində. Üçüncü hecan. Və yaxud deyirəm sənin tək. Tək vurğu qəbul etmir. Sənin tək. İkinci hecanın üzərində düşdü. Daha sonra idi, imiş, isə hissəciklərinin şəkilçiləşmiş forması. Şəkilçiləşmiş forması. Yəni, dı, dudi, mış və s. Vurğu qəbul etmir. Məsələn, deyirəm, gəlmişdi. Miş zaman şəkilçisidir. Zamandan sonra gələn dı, dudi, idi hissəcidir. Vurğu qəbul etmir. Necə deyirik? Gəlmişdi. Vurğu düşür elə ikinci hecanın üzərində. Daha sonra diqqətli olacağımız bir məqam lar, lər şəkilçisi. Lar, lər şəkilçisi isimdə cəm şəkilçisi kimi vurğu qəbul edir. İsimdə cəm şəkilçisi. Bu zaman vurğu qəbul edir. Məsələn, tutaq ki, deyirəm kitab. Buna larlər şəkilçisi artırsam kitablar. Vurğu düşdü elə larlər şəkilçisinin üzərinə. Vurğu qəbul edir. Feildə şəxs kəmiyyət şəkilçisi kimi vurğu qəbul etmir. Feildə şəxs kəmiyyət şəkilçisi kimi vurğu qəbul etmir. Məsələn, tutaq ki, deyirəm oxuyurlar. Burada feildə şəxs kəmiyyət şəkilçisidir, çünki şəxsin cəminə aid. Onlar oxuyurlar. Bu zaman vurğu qəbul etmir. Necə deyirik? Oxuyurlar. Vurğu düşür, ır zaman şəkilçisinin üzərinə. Ancaq burada da diqqətli olmaq lazımdır. Feillərdə şəxs kəmiyyət şəkilçisi kimi şuhudi keçmiş zaman, şuhudi keçmiş zaman, həmçinin şərt şəkli və əmr şəkilləri. Bunlardan sonra gələrsə larlər bu zaman vurğu qəbul edir. Məsələn, tutaq ki, deyirəm gəlsinlər, gəldilər, bir də gəlsələr. Burada sözün kökü gəlsin, sinsunsun, şəxs sonluğu. Deməli, bu əmr şəklindədir. Əmr şəklindən sonra gəlsinlər yox. Necə deyirik? Gəlsinlər. Vurğu düşür larlərin üzərinə. Dudi, şudi keçmiş zamandan sonra gəldilər. Vurğu qəbul edir. Sasə şərt şəklindən sonra gəlsələr vurğu qəbul edir. Deməli, larlər şəklisində diqqətli olun. İsimlərdə cəm şəkilçisi kimi vurğu qəbul edir. Feildə şəxs kəmiyyət şəkilçisi kimi vurğu qəbul etmir. Ancaq feildə şöhdi keçmiş zaman şərt şəkli və əmr şəkillərindən sonra işlənərsə, bu zaman larlər şəkilçisi şəxs kəmiyyət şəkilçisi kimi vurğu qəbul edəcək. Deməli, vurğu qəbul etməyən şəkilçilər bunlardır. Diqqətli olmaq lazımdır testlərdə. Hansı ki, qeyd etmirik şəkilçilər. Məsələn, tutaq ki, loli şəkilçisi. Bu vurğu qəbul edir. Məsələn, tutaq ki, verib sizə dadlı sözünü. Sözün kökü dadlı lı şəkilçidir. Biz əzbərləmişik vurğu qəbul etməyən şəkilçilər içərisində. Xeyr, əzbərləməmişik. Deməli, vurğu qəbul edəcək. Artıq hecalara ayrı vurğunu tapmaya ehtiyac yoxdur. Dadlı. Vurğu düşəcək elə sözün sonuncu hecasının üzərində. Diqqətli olacağınız məqam şəkilçilərin homonimliyində diqqətli olursunuz. Məsələn, Muhammed şəkilçisi, əgər desəm ki, burma saç, bu zaman necə saç, burma saç. Burada inkar şəkilçisi deyil, sözün kökü burdur, man şəkilçisi, leksik şəkilçisi. Bu zaman burma, vurğu qəbul edəcəkdir. Və yaxud məsələn, tutaq ki, idi, imiş isə bunlar şəkilçiləşmiş formada mış zaman şəkilçisi kimi var, feili sifət şəkilçisi var, feili bağlama şəkilçisi var. Həmçinin dudi, idi hissəciyi ilə yanaşı şuhudi keçmiş zamanın şəkilçisi var, zaman şəkilçisi kimi vurğu qəbul edəcək. Ona görə diqqətli olmaq lazımdır. Daha sonra vurğuda biləcəyimiz hansı xüsusiyyətlər var? Vurğusu dəyişməklə mənası dəyişən sözlər. Bu çox asandır. Sadəcə olaraq diqqət yetirmək lazımdır ki, vurğu neçənci hecada olanda hansı ilk hissəsi olur, vurğu neçənci hecada olanda hansı ilk hissəsi olur. Yəni, bir sözdə adi halda vurğunu birinci hecada desək başqa mənalı ifadə edəcək, ikinci hecada desək başqa mənalı ifadə edəcək. Buna deyirik vurğusu dəyişməklə mənası dəyişən sözlər.
Sadəcə bunlarda iki qrupa bölünür. Biri var vurğusu dəyişməklə nitq hissəsi də dəyişir. Amma biri var vurğusu dəyişir, nitq hissəsi dəyişmir. Məsələn, tutaq ki, götürürəm şaxta sözünü. Şaxta sözünün iki mənası var. Biri var şaxta, biri də var şaxta. Məsələn, deyirik kömür şaxtası. Bunu necə deyirik? Şaxta. Mədən mənasında vurğu düşəcəkdir birinci hecanın üzərinə. Bir də var soyuq maroz mənasında çöldə şaxta var. Bu zamanda vurğu düşür sonuncu hecanın üzərinə. Mədən mənasında nitq hissəsi isimdir. Soyuq maroz mənasında nitq hissəsi isimdir. Deməli, bunun vurğusu dəyişir. Ancaq nitq hissəsinin mənsubluğu dəyişmir. Elə eyni nitq hissəsi olaraq da qalır. Və yaxud məsələn, tutaq ki, deyirəm elektrik sözünü. Biri var elektrik, vurğu düşsün sonuncu hecanın üzərinə. Bu zaman nə, naqil, cərəyan, bundan söhbət gedir, isimdir. Bir də var elektrik. Kim? Elektrik. Bu zaman da o cərəyan, naqil işlərinə baxan şəxsdən söhbət gedir. Yenə nitq hissəsi olan hansı nitq hissəsi isimdir. Deməli, nitq hissəsində mənsubluq dəyişmir. Amma məsələn, tutaq ki, götürürəm dimdik sözünü. Biri var deyirsən dimdik, bir də var deyirsən dimdik. Dimdik necə? Bu olur sifət. Məsələn, dimdik duruş. Necə duruş? Bu zaman sifətdir. Amma quşun dimdiyi desək, nə? Dimdik. Bu zaman vurğu neçənci hecadadır? İkinci hecadadır. Deməli, bunun vurğusu dəyişdi, nitq hissəsinə mənsubluq da dəyişdi. Və yaxud məsələn, tutaq ki, deyirəm elə burma sözünü. Əgər burma saç desəm, bu zaman hansı nitq hissəsidir? Sifətdir. Bu zaman vurğu düşür sonuncu hecanın üzərinə. Burma saç. Bir də var feil mənasında inkar şəkilçisi olacaq mamə. Bu zaman da vurğu düşəcək birinci hecanın üzərinə. Məsələn, tutaq ki, deyirəm saçını burma. Vurğu düşdü ilk hecanın üzərinə. Yəni, vurğusu dəyişməklə mənası dəyişən sözlərlə ola bilər ki, nitq hissəsi eyni qalsın, ola bilər ki, nitq hissəsi də dəyişsin. Bu da olur vurğusu dəyişməklə mənası dəyişən sözlər. Vurğusu dəyişməklə mənası dəyişən sözlər bütöv kök daxilində də ola bilər və yaxud da kök və şəkilçidən ibarət olan sözlər üzərində də ola bilər. Təbii ki, heç bir fərqi yoxdur. Deməli, bu da oldu vurğu. Daha sonra keçək ahəng qanunu. Ahəng qanunu nədir? Ahəng qanunu sözdə qalın və ya incə saitlərin bir-birini izləməsinə deyilir. Deməli, ahəng qanunu nəyə deyilir? Ahəng qanunu sözdə qalın və incə saitlərin bir-birini izləməsinə deyilir. Tərifdə diqqətli olmaq lazımdır. Vədən istifadə olunarsa yanlışdır. Çünki qalın və incə saitlərin bir-birini izləməsi başqa bir şeydir. Qalın və incə saitlərin bir-birini izləməsi başqa bir şeydir. Məsələn, tutaq ki, deyirəm kitab sözünü. Kitab sözündə İ incə saitdir. Ancaq A qalın saitdir. Burada incə və qalın sait. Bir-birini izləyib, düzdür, incə işlənib, sonra qalın işlənib. Amma bir də məsələn, qələmlər sözünü. Qələmlər sözündə ə. Üçü də necə saitdir? İncə saitdir. Burada nə baş verir? İncə saitlər bir-birini izləyib. Deməli, və ya nə deməkdir? Ya eyni zamanda sözdə bütün saitlər incə olmalıdır, ya da eyni zamanda bütün saitlər qalın olmalıdır. İncə və qalın dedikdə bu deməkdir ki, sözdə həm qalın sait olsun, həm də incə sait olsun. Təbii ki, bu zaman sözümüz də ahəng qanununa tabe olmur. Ahəng qanununda testlərdə 3 formada rast gəlirik. Ya deyir ahəngə tabe söz deyil, ya deyir ahəng qanunu gözlənmir, ya da ahəng qanunu pozulur. Bu üç şəkildə rast gəlirik və ahəng qanunu ilə bağlı fonetik təhlil testlərində də sadəcə sözün ahəngə tabe olub olmaması düşür. Ahəng qanunu ilə bağlı əsas biləcəyimiz nəzəri hissələr hansılardır? Bilirik ki, milli sözlərimizdə adətən ahəng qanunu pozulmaz. Yəni, milli sözlərimiz ahəngə tabe olur. Ancaq bəzi sözlər var ki, həmin sözlər milli olduğu halda ahəng qanunu pozulur. Hansı sözlərdir? Bu sözləri qeyd olaraq yadda saxlamaq lazımdır. Tikan, quzey, gedişat, elat, sanki,
Bir də i ilə başlayan ahəng qanunu pozulan sözlər. Məsələn, tutaq ki, ilxı, ilan, işıq, ildırım, işıldamaq, işarmaq və s. i ilə başlayan ahəng qanunu pozulan sözlər. Bu sözləri əzbərləyin, yadda saxlayın. Amma bunların üsulunu deyəcəm, bunlar yadınızdan çıxmayacaq. Məsələn, tutaq ki, götürək ilan sözünü. İlan sözünün əvvəl işlənmə forması yılan formasında olur. Yılan. Bilirik ki, türklər bu cümlədə yılan formasından istifadə edir. Yəni, bu sözlərin əvvəlində y samiti olur. Ancaq zaman-zaman, yəni sözün etimologiyasını bilsək, anlayarıq ki, zaman-zaman y samiti iti, yəni y-ni ixtisar etmişik və Azərbaycan dilində i ilə başlayan söz yoxdur. Bu zaman i saiti də i-yə çevrilir. Bu zaman artıq bu söz nə olur? Ahəngə tabi olmayan söz olur. Amma yılan formasında i və a ikisi də qalın saiti olduğu üçün ahəng qanunu tabidir. Ancaq bu i saiti i ilə əvəz olunanda artıq oldu incə sait və bu zaman sözümüzdə ahəng qanuna tabi olmadı. Məsələn, tutaq ki, ildırım sözü yıldırım formasında ahəng qanuna tabidir. Amma y itib, i də i ilə əvəz olunanda artıq ahəng qanunu pozulmuş söz sayılır. Deməli, bu sözlərimiz milli, ancaq ahəng qanunu pozulan sözlərdir. Ahəng qanunu pozulan. Daha sonra, şəkilçinin ahəngə tabi olub olmamasını necə müəyyən edirik? Bilirik ki, ümumiyyətlə 2 variantlı və 4 variantlı şəkilçilər ahəng qanununa görə formalaşır. Yəni, ahəng qanununa uyğun olaraq şəkilçiləri 2 variantlı və 4 variantlı olaraq qruplaşdırır. Bu səbəbdən dolayı 2 variantlı və 4 variantlı şəkilçilər hər zaman ahəng qanununa tabi olur. 2 variantlı və 4 variantlı şəkilçilər ahəng qanununa əsasən formalaşdığına görə hər zaman ahəng qanununa tabi olur. Ona görə 2 variantlı və yaxud da 4 variantlı şəkilçi gördükdə fikirləşməyin ki, görəsən bu ahəngə tabidir, yoxsa tabi deyil. Mütləq tabi olacaq. Məsələn, tutaq ki, uşaq sözünə lar-lər şəkilçisini artıram. Və yaxud yaz feilinə dı-di-du-du zaman şəkilçisini artırım. Ahəng qanuna tabi olan şəkilçilərdir və ahəngə də tabidir sözlərdir. Məsələn, biz necə müəyyən edirik ki, şəkilçi nətər olur ki, ahəng qanuna tabi olur? Məsələn, uşaqlar sözündə biri var sözün özünə baxaq ki, bu söz ahəngə tabidir, yoxsa tabi deyil. Bir də var ümumiyyətlə şəkilçinin tabi olub olmamasını tapaq. Məsələn, uşaqlar sözündə u, a, a qalın saitlərdir. Biz burada asanlıqla bilirik ki, hə, deməli burada şəkilçi ahəngə tabidir. Şəkilçinin ahəngə tabi olub olmaması sözün son hecası ilə müəyyən olunur. Məsələn, indi kitab sözünü verirəm və lar-lər şəkilçisini artıram. Kitablar. Kitab sözünün özü ahəng qanuna tabidir desə, yanlışdır. Çünki i incə saitdir, a-lar da qalın saitdir. Və biz də bundan yola çıxaraq çox zaman elə bilirik ki, deməli şəkilçi ahəngə tabi deyil. Xeyr. Sözün son hecası, yəni tab hecasındakı saitimiz qalındır. Bizim şəkilçidəki saitimiz də qalındırsa, deməli artıq bu deməkdir ki, şəkilçi ahəng qanuna tabidir. Baxın, yenə deyirəm. Söz ahəng qanuna tabi deyil, çünki sözümüzdə həm qalın, həm incə saitimiz var. Ancaq şəkilçi ahəng qanuna tabidir. Niyə? Çünki şəkilçidəki saitimiz də qalındır, sözün son hecasındakı saitimiz də qalındır. Deməli, şəkilçinin ahəngə tabi olub olmaması nə ilə müəyyən olundu? Sözün sonuncu hecası ilə müəyyən olundu. Və 2 variantlı, 4 variantlı şəkilçi hər zaman tabi olacaq. Çünki əgər sözün son hecası qalın saitdən bitirsə, biz lar variantını artıracaq. İncə saitdən bitirsə, lər variantını artıracaq. Hər zaman ahəng qanuna tabi olur. Ancaq bir variantlı şəkilçilərdə bu cür deyil. Niyə? Məsələn, tutaq ki, götürək dar şəkilçisini, keş şəkilçisini. Bunlar bir variantlı şəkilçilərdir. Bir variantlı şəkilçini sözə artırdıqda, sözün sonuncu hecası, məsələn, qalınla da bitsə biz dar variantını artıracaq, incə ilə də bitsə biz dar variantını artıracaq. Bunun artıq dər variantı yoxdur. Ona görə əgər qalınla bitib artırmışılsa, ahəngə tabi olacaq. İncə ilə bitib artırmışılsa, artıq ahəngə tabi olmayacaq. Məsələn, tutaq ki, deyirəm ev, dar sözünü. Evdar sözündə sözün kökü ev, dar bir variantlı leksik şəkilçimiz. Sözümüzdə incə saitdir, ancaq şəkilçidə a qalın saitdir. Deməli, bu şəkilçi artıq ahəng qanuna tabi olmadı bu sözlərdə. Keşdə məsələn, tutaq ki, deyirəm zəhmət, keş. Sözün son hecasındakı sait incə saitdir, şəkilçidəki də incə saitdir. Deməli, keş şəkilçisi ahəng qanuna tabi oldu. Yəni, bir variantlı şəkilçi ahəng qanununa tabi ola da bilər, olmaya da bilər.
Bu da olur şəkilçinin ahəngə tabe olub olmaması. Daha sonra ahəng qanununun ən möhkəm olduğu hissə hansı hissədir? Ahəng qanununun ən möhkəm olduğu hissə sözdə kök və şəkilçinin qovuşduğu hissədir. Ahəng qanununun ən möhkəm olduğu hissə sözdə kök və şəkilçinin qovuşduğu hissədir. Yəni biz bilirik ki, sözün kökündə sonuncu heca qalındırsa şəkilçi də qalın olmalıdır, incə isə şəkilçi də ince olmalıdır. Ona görə ahəng qanununun ən möhkəm olduğu hissə kök və şəkilçinin qovuşduğu hissə hesab olunur. Daha sonra bununla yanaşı bir də ahəng qanunu necə hadisədir? Bilirik ki, ahəng qanununda qalın və incə sait səslərdən danışır. Deməli, ahəng qanununda fonetik hadisə var. Fonetik hadisə var. Həmçinin də kök, yəni əsas nitq hissəsinə şəkilçilərin artırılmasından danışdıq. Yəni kök və şəkilçi qovuşanda daha möhkəmdir dedik. Burada da morfoloji hadisə var. İndi ahəng qanununa desək ki, biz fonetik hadisədir, morfoloji qalır. Morfoloji desək fonetik qalır. Ona görə buradan ümumi bir nəticə çıxarırıq. Ahəng qanunu morfonoloji hadisədir. Ahəng qanunu morfonoloji hadisədir. Yəni morfoloji hadisə də var, fonetik hadisə də var. Ona görə testlərdə sizə desək ki, fonetik hadisədir, yanlışdır. Desək ki, morfoloji hadisədir, yanlışdır. Amma desək ki, morfonoloji hadisədir, bəli, bu zaman artıq doğrudur. Bu da olur ahəng qanunu. Daha sonra heca. Heca nədir? Heca sözün asanlıqla bölünən hissəsinə deyilir. Sözün asanlıqla bölünən hissəsinə deyilir. Və bilirik ki, heca yaradan hansı səslərdir? Sait səslərdir. İndi bir də var heca yaradan, heca formalaşdıran. Heca yaradan, heca formalaşdıran. Hecanı yaradan səslər saitlərdir. Hecanı formalaşdıransa samitlər, həmçinin də saitlərdir. Hecanı yaradan və formalaşdıran nə deməkdir? Hecanı yaradan o deməkdir ki, əgər bir hecada sait olmasa biz ora heca demirik. O zaman heca deyirik ki, orada saitdən istifadə olsun. Deməli, hecanın formalaşması üçün nə olmalıdır? Sait olmalıdır. Daha doğrusu hecanın yaranması üçün nə olmalıdır? Sait olmalıdır. Ancaq hecanın formalaşmasında həm sait iştirak edir, həmçinin də samitlər iştirak edir. Məsələn, tutaq ki, inzibati. Hecaları necə bölürük? İn-zi-ba-ti. Məsələn, tutaq ki, götürək bu hecanı. Bu hecanın yaranması üçün burada nə olmalıdır? İ sait olmalıdır, düzdürmü? Deməli, yaranmasında İ sait iştirak edir. Amma həmçinin in hecası formalaşır bir heca olaraq. Nələrdən istifadə olundu? Həm saitdən istifadə olunub, həmçinin də samitdən istifadə olunub. Yəni, yaranması üçün şərtli sait olsun. Amma formalaşmasında həm sait, həmçinin də samit iştirak edir. Və bir sözdə hecaların sayı nə ilə müəyyən olunur? Saitlərin sayı. Yəni, bir sözün yazılışında neçə dənə samit varsa, bir sözün o qədər də hecası var deməkdir. Yazılışında 4 dənə saitimiz var idi. Neçə dənə hecamız oldu? 4 dənə hecamız oldu. Və bilirik ki, hər hecada maksimum və minimum bir dənə sait olmalıdır. Yəni, bir sait olmasa heca demirik. 2 sait olanda da artıq biz onu 2 hecalı söz kimi götürürük, 1 hecalı söz kimi götürməliyik. Yəni, hər hecada mütləq və mütləq bir dənə saitimiz olmalıdır. Sözün tələffüzü ilə qarışdırmayaq bunu. Məsələn, tutaq ki, saat sözünün tələffüzü saat bu formadaydı. İndi biz deyək ki, burada bir dənə saat var, bir dənə heca var, xeyr. Sait, samit səslər, bəli, tələffüzə əsasən müəyyən olunur. Neçə dənə sait var bu sözdə? Bir dənə, çünki sait səsdir. Ancaq heca sözün yazılışı üzərində olur. Ona görə yazılışdakı saitlərə baxmaq lazımdır. Yazılışda 2 dənə sait olduğu üçün artıq saat formasında hecalara ayrılır. Deməli, 2 saiti var yazılışda və 2 dənə də hecası var. Amma sözün özündə neçə dənə sait var desə, səs nəzərdə tutulur, bir dənə saitimiz var təbii ki. Daha sonra var açıq heca və qapalı heca anlayışı. Açıq heca, qapalı heca nədir? Saitlə bitən hecaya deyirik açıq heca, samitlə bitən hecaya deyirik qapalı heca.
Məsələn, in samitlə bitib, bu bizim qapalı hecamızdır. Amma zi, bati bunlar saitlə bitib, bunlar da bizim açıq hecamız olacaq. Daha sonra samitlə başlayan hecaya örtülü heca deyirik. Məsələn, zi, bati bunlar samitlə başlayır. Bunlar örtülü hecadır. Ancaq saitlə başlayan hecayı da deyirik örtüsüz heca. Yəni qapalı heca, açıq heca, örtülü heca, örtüsüz heca bunlar adətən istifadə olunmur abituriyent proqramda. Amma təbii ki, yenə bilməyinizsə sizin üçün xeyirlidir. Daha sonra sözün hecalara ayırmasında nələri bilmək lazımdır? Azərbaycan dilində hər bir samit özündən sonra gələn saitin yaratdığı hecaya daxil olur. Bu adətən belə, təbii ki, məsələn, sözümüz 4 hecalı sözdür. Bunun üçündə bu cürdür, birində o cür deyil. Qayda necədir? Samit özündən sonra gələn saitin yaratdığı hecaya daxil olur. Bu adətən belədir. Qeyd etdiyim kimi, bütün sözlərdə bütün hecalara aid eləmək olmaz bunu. Elə bir sözümüz olar ki, həmin heca həm samitlə başlayır, həm də saitlə başlayır. Hecayı eləməlidir. Deməli, adətən samit özündən sonra gələn saitin yaratdığı hecaya daxil olur. Sonra söz ortasında eyni cinsli, müxtəlif cinsli qoşu samitə rast gəlir isə, adətən bir əvvəlki hecaya, digəri sonraki hecaya daxil olur. Məsələn, deyirəm xəstə sözünü. Müxtəlif cinsli hecalara ayırdıqda xəstə. Və yaxud məsələn, deyirəm addım sözünü. Eyni cinslidir, addım formasında hecalara ayıracaq. Bunlar asan məqamlardır. Sadəcə demək istədiyim bir xüsusiyyət var. 3 müxtəlif cinsli samit yanaşı işlənərsə, bu zaman diqqətli olmaq lazımdır. Məsələn, yazıram dinclik sözünü və bir də yazıram oktyabr sözünü. Bu fərqlidir. Əgər kök və şəkilçi qovuşağında 3 samit yanaşı işlənərsə, bu zaman ikisi əvvəlki, biri sonraki hecaya daxil olur. Bütöv kökdən ibarət olan sözdə 3 samit yanaşı işlənərsə, bu zaman biri əvvəlki, ikisi sonraki hecaya daxil olur. Yəni, dinclik sözünü hecalara böldükdə, dinclik formasında hecalara bölürük. İkisi burada biri digərində. Amma oktyabr sözünü böldükdə, oktyabr bu formada böləcəyik. Biri əvvəlki hecada, digər ikisi sonraki hecada. Biz elə bilirik ki, oktyabr bu formada böldük, bir problem yoxdur, xeyr. Kök daxilində gəlirsə, biri əvvəlki hecada qalmalıdır. Amma kök şəkilçi qovuşanda gəlirsə, bu zaman ikisi əvvəlki hecada qalmalıdır. Bu xüsusiyyətə də diqqət yetirsiniz. Ümidvaram ki, dərsimiz sizlər üçün faydalı oldu. Əgər faydalı oldusa, kanala abunə olaraq videoları bəyənib dəstək olmağı unutmayın. Sağ olun, sağlıqla qalın.